Biz bugün sizlərlə Python'dan belə bir ətraflı yazıya baxacağıq. İlk öncə şərtlə tanış olaq. 1-dən 99 parçasındakı ədədlərin yazılışında olan 3 rəqəminin sayını müəyyən hesab edən proqramı Python dilində yazın. İlk öncə biz say üçün S dəyişəni daxil edib ona 0 mənimsətməliyik. Daha sonra 1-dən 99 parçası dediyi üçün for dövr operatorundan istifadə edirik. For in range. Mötərizə daxilində isə 100 yazmalıyıq. Nə üçün 100 yazırıq? Çünki biz 99 yazdığımız zaman sonuncu rəqəmi for nəzərə almadığı üçün 1-dən 98-ə kimi parçalara baxacaq. Məhz buna görə də 1-dən 100-ə kimi biz yazmalıyıq. Sonra isə hər bir elementi biz sətir tipinə çevirməliyik ki, burada olan üçləri tam görə bilək. Bunun üçün də A dəyişəni yazıb str ini ona mənimsədirik və sonradan belə bir şərt yaza bilərik if-lə. A əgər count dırnaqda 3 böyüdürsə 0-dan, yəni count nədir burada? Həmin A dəyişənində olan üçləri sayır. Əgər üçlərin sayı 0-dan böyüdürsə, deməli şərt ödənir. Şərt ödəndiyi üçün də S bərabərdir S plus A nöqtə count dırnaqda 3. Və burada da count yəni say verdiyi üçün hər dəfə də S-lə neynəcəyik onu cəmləyəcəyik. Və bununla da biz üçlərin sayını tapmış oluruq. Ekrana çıxarmaq üçün isə print S yazmamız lazımdır.